Elə hər bir kəsin uğuru ilk başda risk atıb, o uğurları və xəyalların arxasınca getməkdir. Və əgər ilk addım atmasanız, siz heç vaxt sonraki pillələrə qalxa bilmərsiniz. Mən hal-hazırda çox sevincliyəm və mən söz verirəm ki, biz öz layihəmizi qabağa aparacağıq, inkişaf edəcəyik və ICF-də beynəlxalq yarışmada Azərbaycanı, yəni öz ölkəmizi layiqincə təmsil edəcəyik. Biz sözümüzü yerinə yetirdik. 14 ildə ilk dəfə olaraq Azərbaycandan ilk qalib komanda olaraq seçildik. Biz beynəlxalq elm və mühəndislik sərgisində ilk dəfə olaraq Grand Award-a layiq görüldük və buna görə də biz çox fəxr edirik və çox da sevinirik. Sabahın alimləri müsabiqəsinə biz çox uzun müddət hazırlaşırdıq. Komanda yoldaşım Səid Aslanovla birlikdə. Səid, sənə də salam. Bizim layihəmizin adı Alzheimer əleyhinə inhibitorlar idi və oradakı biologiya münsifləri Elmi Ekspertiza Komitəsi bizi birinci yerə layiq gördü. Onunla da bizi Amerikaya göndərməyə qərar verdilər. O anda adrenalin bizim qanımızı oynatdı və səhnəyə qışqıraraq, sevinərək, gülərək, bir-birimizi qucaqlayaraq çıxdıq. Onun videolarına indi yenidən baxsaz görə bilərsiniz bizim o andakı sevincimizi. İbrahim Allahverdiyev, Bakı şəhəri Dünya Məktəbi. Əli Musayev, Bakı şəhəri Dünya Məktəbi. Əlində dostları çoxdur burada. Arda Vakşori, Bakı şəhəri 20 nömrəli məktəb lisey. Nicat Tağızadə, Dünya Məktəbi, Bakı şəhəri Dünya Məktəbi. Əli Əfəndi, Zərifə Əliyev adına lisey. Beləliklə siz səhnədə qızıl medalçılarımızı görürsünüz dostlar. Düşünürəm ki, əgər biz keçən ilki sabahın alimlərinə baxsaq, orada əgər fikir versəniz, maraqlansanız, görərsiniz ki, oradakı qaliblərin çoxu əslində SAT nəticələri çox yüksək, 1500 üzərində olan uşaqlar, indi də çox nüfuzlu universitetə girən uşaqlar idi və bu uşaqlarla birlikdə biz sabahın alimlərində bir-birimizə motivasiya verirdik. Bir-birimizə deyirdik ki, bəli, sən də qalib olasan, inanırıq. Kimsə pis olanda ona danışdırırdıq və deyirdik, çıxışının bu hissəsində bəzi problemlər var, burasını daha yaxşı təkmilləşdirə bilərsən. Və düşünürəm ki, bu bizim hamımızın qalibiyyətinin sirlərindən əsas. Respublika Fənn Olimpiadasında da informatika fənni üzrə iştirak etmişdim. Çox hazırlaşmadığıma baxmayaraq, əvvəlki biliklərimdən istifadə edərək birinci medala layiq görülə bildim. Orada da 4300 şagird arasından 24-cü yerə çıxmışdım reytinq üzrə. Bəli, bu da Stanford Universitetinə qəbulumun əsas bir faktorlarından biri idi. Stanford kimi böyük qlobal araşdırma universitetlərinə qəbul olunmaq üçün bir çox extracurricular aktivitetlər, standart testlər, məsəl üçün SAT, IELTS, TOEFL vermək lazım idi. Mən də özüm bu mərhələlərdən keçmişdim. Bundan əlavə də çox önəmli bir faktor, sabahın alimləri kimi və yaxud da Respublika Fənn Olimpiadası kimi belə önəmli yarışmalara qoşulub, orada da fərqlənmə əldə etmək idi. Stanford kimi universitetdə məni öz şagirdləri sırasına götürməyə qərar verdi və indi çox həyəcanlıyam bu nüfuzlu universitetdə təhsil almaq üçün. Mənim Stanfordda qəbul olduğum ixtisas mühəndislik və fizika üzərindədir. Mən əsasən kompüter elmləri, fizika və mühəndislik, robotics üzərində maraqlanıram. Parlaq layihəsinə start vermişik. Harda ki, fərqlənmiş Azərbaycan gənclərini biz bulub, onları bir araya gətirərək, onların bir-birlərinin resurslarından və networkindən istifadə edərək daha da gücləndirilməsinə imkan verən bir məkan yaratmağa çalışırıq. Və bəli, ümid edirəm ki, bu layihədə qoşulan uşaqlar gələcəkdə də məndən də daha yaxşı nəticələrə əldə edə bilərlər. Gələcək hədəflərim Stanford startup ekosistemi çox güclü olan bir universitetdir. Orada da araşdırmalarımı davam etdirib, fərqli böyük jurnallarda məqalələrimi çıxardıb, hazırda da üzərində işləyən bəzi layihələrin, orada araşdırmalarımı, layihələrimi, mühəndislik və fizika üzrə davam etdirib, ümid edirəm ki, orada daha böyük layihələrlə öz ölkəmizi tanıda bilərəm.